Bacanaqlar serialı başladı. Abbas, yadımdan çıxmayıb, axşam sünnət oyuna getməliyik. Bir yarım saata toya gedirik də, nə yeyirsən onu? Orada eşəsən də. Sən mütləq ziyan verməlisən amma. Dərslərə bax görüm nə qədər yazdırıblar onlar. Hər ay toydu, hər ay toydu. Görüm, dəftəri ara qoymuş. Cavidan Elşadoğlu Peter, 50 dollar. Bəs manat da dolur. 4 nəfər gəliblər, yiyiblər, içiblər, gediblər, 50 dollar pul yazdırıblar. Camaat da deyir ki, Abbasın Peter'dən qonaqlardır. Qismətin qovlarına nə olacaq başqa? Deyirəm, vaxt deyək, bəlkə biz də uşaq bir sünnət eləyək. Hə? Mən elə bildim sənin təkcə ağzın işləyir. Sənin başın da işləyirmiş. Onda restoran zadı indidən danışaq da, hə? Ha, restorandan çox restoran var. Mən birinci kirvə tapmalıyam. Kirvə. Yeri gelse dostu ben de yoldaşım biz. Darmaganda itibarlı sevdaşım biz. Sanki aramızdan doğmayız kardeşim biz. Biz mihriban bacanakları. Ay bacanak, ne yazık ki böyle bacanaklı oldu benimle. Bir işimizde birbirine dayalı. Ne oldu? Konsular doktorita saldım setkasına. Ha, yaxşı, indi problemini de görün, problem nədir? Problemim odur ki, bu itə 3000 pul verib almışam ki, bağ evim nəzarətsiz qalmasın deyə. Bu itə hürmür. Tez-tez məhliyə, həyət evinə uşaqlar girir, meyvə ağızlarını qırır, qoparır, mən də qalıram belə. Yəni bu itə neyniyə bilər ki, hürsün? İndi bəhşləşməyini istəsən, yaxşı, bir dəqiq dur, mən bir şey yoxluyum. Nə oldu, səs çıxmadı? Tükü tərpənməli. Elə dərdi də bundadır da. Mən buna miyav eləyirəm, mən buna deyirəm ksivo. Bu qorxusuna gelib gülü dovşanların dalında gizləndirir. Neyniyə bilər ki, sonsa bu hürsün, buna bir iğnə vurun, müalicə eləyin. Vəhşiləşsin də belə güclük olsun, yəni həyətə girən olmasın. Həyətə nit səsi gəlsin. İndi mən belə başa düşdüm ki... Ona o boyda pul vermişəm, bəli. Hədə, 3000 pul vermişsiniz buna. Bu biraz baha başa gələcək. Problem deyil qiyməti. Nə qədərdir həll eləyəcəyik. Yox, problem deyilsə əgər, biz onu hürdürəcəyik. Şəxsən mən onu hürdürəcəm. Əsas odur ki, problem deyil. Görək də. Sən arxaya git, mən onu hürdürüm, sən də. Ol, sağ ol. Neden sen lan? Git. Ben böyle bir tane sen görsün. Böyle. Ay, ben şarj pulu öğretdim. Şarj pulu öğretirsen indi sonra şey yapar. Düz değilsin. Ay dayısı, deyirəm ki, uşaq bu gün sabah məktəbə gedəsi deyə, amma hələ sünnət olunmayıb. Ben neyniyim bir atası bir terpensin ki dayısı da harekete gelsin. Of. Ne diyor lan bu? Hem de atası terpenif ki uşak kucağından da.
yaxşı, yaxşı, uşaqlar. Sən hərəkət eləməlisən. Ay, yaxşı, yaxşı. Yaxşı. Bura bax. Bunun kirvəsi kim olacaqdı? İstəyirik ki, dayısı, kirvəsi sən özün olasan. Ha. Amma dayı bilmirəm də, sən bacısı ölmüşün. Arvadı icazə verəcəyi yoxsa yox. Arvad kim də mən söz deyəndən sonra mənim sözümü dəyişsin. Məsləhətləşmək də lazımdır. Ay Sevdə, mən 50 dəfə dedim ki, məni gecə yatsam Durğuzda. Durğuz əlimi dəyişim, rahat yatım yerimdə. İşə də gecikdim mən. Sevda. Uy. Sabahın xeyr. Sabahın xeyr, bəs xala. Sən nə gəlsən burada? Sevda hanı? Nətərsən qadanalım. Aya, Beyci Sevda dedi ki, mama, orada yatmağa qorxuram, buranı deyirik. Dedi, Beycəlik, sən mənim yerimdə yat, mən də gedim sənin yerində yatım. Nə qayrım qadanalım, hamilə qadındır, onun xətrinə nətər də, nə desə, onun sözünü çöndərmək mümkündür. Yox, mümkün. Ümumiyyətlə, onun sözünü çöndərmək mümkündür. Hə, da, aynı qədər. Boşuna dönüm. Gəl. Sabahınız xeyir. Gəl başım. Gəlmək olar. Hə, gəl qadanalım, gəl öz evimdə. Nətərsiz? Hə, sağ ol. Eşitdiniz də, Abbas da uşağına sünnət toy eləyir. Hə, mən də indi söz vermişəm, sizin uşağınız olanda onun kirvəsi mətləb olacaq. Ha, amma bədən oğlu olandan sonra mətləb kimdir ki, mənim uşağıma kirvə olsun? Ay mama, sən deyirdin ki, mətləb mənim uşağımın kirvəsi olacaq da. İndi belə çıxır ki, mətləb həm mənim uşağımın kirvəsi olacaq, həm məhəbbətin. Mən Vəfiyə necə deyim ki, bacım uşağın kirvəsi mənəm. Sən var. Bu evin kişisi mən deyiləm, mən niyə arqadan çəkirəm ki? Hə, amma sən başqa cür ofsunlayırsan. Sənin gözəlliyin məni dəliləyib. Çox sağ ol. Onunla doğdu. Mənə də belə sözlər demə. Yox. Gedim görüm uşaq neyini. Yox, narahat olun. İncə baxmışam üstündə. Dayan. Dünən gecə yuxuda görürəm ki, sonra uşağına sünnət elətdirir, kirvəsi də mənəm. İsmət, sən nə yaman tez-tez sona gil yuxuda görürsən? Bu da keçən səfərki yuxu olmasın, Yuxumda görmüşəm ki, Sonaya sensorlu telefon almışam. Səhər də görürəm ki, Sona əlində sensorlu telefon, ora bura gəzir. Gözümə soxur, diyor telefon. Yuxularım çin çıxır da. İsmət, əgər sənin yuxun bir də çin çıxsa, sənin yuxuna haram qatacaq. Hansı var? Necəsən? Yaxşı, Fərman. İşlər necə gedir? Gedir də elə həmişə kimi. Dünən bir müştəri itini gətirmişdi. İt də öyle pişeydi. Heç də qorxağın biri idi. Nəsə xahiş elədi, onu vəhşiləşdirim biraz. Bunu qucuz olsun. Mən də götürdüm, itin qulağını kəstim. İtin qulağını kəsəndə vəhşiləşdir axı, Tanrı müəllim. İtin qulağını kəsdirəm qadınım.
Ha, o vəhşiləşməsinə görə... Ben bırak ha. Ha sen bilmirsən itin kulağını kesmək olmaz. İti müalicə eləmək lazım deyil. Müalicə 50 dəfə deyim sənə. Bu da keçən dəfəkidir. Oktay müəllimin kirpisinin tikanlarını qırxdığın kimi bunda artıqdır. İlan lübüdümüddü kirpini. Ha? Mais müəllimin ayısına bütün yay boy kofe çizdirdim. Yazıq ayı bütün qış sezonunu göz açıb keçir. Beynindən qansız yata bilmədi ha. Niyə qırsan ha bu təbiəti bu heyvanlar ha? Ha tərfətə qulaq qır. Tərfətə öldürürəm səni. Gördün? Gördün? Kardeşin uşağının kirvəsi olmadı. Mən uşağımı öyrədəndə ki, qod dayısın, söysün, deyirsən ki, o uşağın tərbiyəsini bozursan. Rəcələ. Başa düşdün? Dayın gəlin kimi deyirsən hamısın. Nə etmək uşaqda? Aya bas, yazıq qardaşım neynəsini. Bir də ifritlərin əlinə düşür. Arvad qoymur ki. Qoymadı arvad. İfritə. Arvad qoymaz da, arvadı gərək arvad deyil olsun. Arvadın ki, telefonu kişinin telefonuna baha oldu. Arvad ki, axşam yemək pişirməyib ərinə deyəndə ki, mənə pizzalı gətir yiyək. O arvad evdə od olacaq da, alov olacaq da. O vəfanın üstünə elə bir adam göndərmişəm ki, onun alovunu patkayla söndürəcək. Heç darıxma. Görək də, görək. Deyirsən, ortada işin yoxdur. Yadından çıxartmanla gələn kimi deyirsən ha. Yaxşı da, sən də uşağı öyrətməyin şeyi. Gəlmə, o desin. Oğlum Qismət hanı? Gələr harda olsa. Xoş gəlmişsiniz Zərnişan xala. Ana, keçin əyləşin istəyirsiniz. Heç olmasa bu çörəyini yediyin kişinin şəkilinin tozunu sil də. Çolaq olarsan. Düz deyirsiniz. Çay süzürüm sizə. Yemək yeyirsiniz? Ha, eşitmişəm evdə böyüklük edirsən. Oğlumun pulu ilə bərənib bəzənən anan Ceyran hanı? Anam rayondadır, toya gedib. Heç eşitmədim desinlər ki, anan bir dəfə də yasa gedib. Hayır, Ceyran evdə yoxdur. Böyüyün cavabını verərdim, sənin yox. Sənə nə baş qoşum ha? Sonra desinlər ki, Zərnişan uşağa baş qoşur. Bura bax ha. Eşitmişəm sən qoymursan qisməti. Qız nəvəmin kirvəsi olsun. Yox, Zərnişan, ana, mən kiməm ki, mən nə deyə bilərəm? Əlbəttə sən kimsən ki? Ümumiyyətlə, siz kimsiniz ki, Zərnişanın sözünün qabağında söz deyib at oynadasınız? Salih mən itin yiyəsi gəldim. Ne? İtin yiyəsi gəldim! Hardadır? Ha sakta, karşı partadır. O niye orada taksa? Sadece bizim o bir 5 yıl kazanmaz. Ben yattı. Hadi boylanca. Yoxdur bura var. Gelmiş hele. Onda bloktadır klas. Bu arada ya da çok özü şeylenmeyin. Şimdi sahur tanımırıq. Ne? 5 tane mağazası var. 2 tane juveler mağazası var. 2 tane hafta salonu var. Muhafaza hizmet var. Arkayla şey bir şu var ya. Ha ne olsun? Beni vurmayacak ha. Vurar. Yani karşı çukur uzattı böyle vurabilir mi hani? Vurar da şirin dilinden kaldakanla zaten yola verir. Ne olacak? Şabalağın özü kızarmır ha. Gel. Salamünaleyküm. Necəsiz? Ne edirsiniz? Çok sağ olun. Necə oldu sağlıqdınız Məhəmmətim? O pişikten korkan teki değil. O için üzerinde bir balete elementler, işler gördük.
O it, inarsan, itə dönüşdür. İt yəsini tanımır. Artıq Əbraham elədi. Yəni mən dedim kim eləmişsə, vəhşiləşib də belə. Tamam, başqa bir şey eləmiş ya. Vəhşidir, vəhşi. Bura gəlməmişdən əvvəl məni başqa bir savadsız baytarın yanına göndərmişdilər. Dedi ki, bəs get, itin qulağını kəs. Ay, sağ ol, ədə. Dedim, nə danışsın, hə sən? İtin qulağını kəs nədir? Dedim, itimin qulağını kəsənin, tüb qulağını kəsərəm. Başa düşdün? Başa düşdün. Hə, onu deyirsən. Ona deyir. İndi iti gətirə bilərsiniz, mən baxım, görüm necədir? Hardadır? Nə oldu, nəsə problem var? Mən buradan deyirəm ki, it yəsini tanımırsan, desən itimi gəlir baxım. Belə ürəkli olacaq ki, özü bax. Yox, indi bu iti üzlərdə biraz əhləşdirməliyik. Çox əhləşdirmişik və şərəf falan gedər. Şeyləyib, bir müəyyən müddətdən sonra çağıracam, əllətsuf gedərsiniz itinizlə. Bir qulluq bir şey. Onda burada gözləyirəm. Müəllimi yola sal, xançı var, müəllimi yola. Burada nə gözləyirsən? Çıx, get işiqdə peşəklə ol da. Otur ha. Sən indi gördün mənə nə dedi? Sana söz verim, qadanam. Hansı var, adaş qanırım. Sana sual görürüm, nə dayı, başqa yırğalama. Parmağım çıxdı, gözlü kulağını kopardım. Saçlaşım. Bakın ha. Mamış! Dünənləri qaynanama yalvar yaxar eləmsən ki, məhəbbətin uşağı olan kimi gəlib onun uşağının kirbəsi olacaq. Xeyr ola. Məhəbbət. Hə? Bəst xala məndən xahiş elədi. Hə? Mən də onun sözünü yerə salmadım da. Hən nə qaynanamızdan gözün bilirsən. Bir də ki, o mənim tıraşo salım var. Avranın hər ay kirayəsini ödür də. Belə də ki. Yaxşı yer tapmısan da. Heç verici nə deyəm, mən sənə başa düşürəm, mətləb. Başa düşürəm ki, sən hər yerdə ürəklə demək istəyirsən ki, məhəbbətin uşağının kirvəssən. Onu deyərsən ki, heç kim sənin xətrinə dəyməsin. Amma sənə mənim şotuma, mənim uşağımın şotuna hörmət eləsin. Amma sən hər yerdə demə də onu da. Çünki ola bilər ki, mən bu yaxınlarda səndən də yaxşı oğlan tapdım. Kirvəni onu gördüm. Məhəbbət, bu aralar özün görsən ki, havalar soyuq çox. Əlini qalın, elə qabağını bağla. Yox, elə deyəsən sənin özünə soyuq olub ki, gəl sən bir qılıncını biraz qırın mən. Biraz qılıncını, ay sağ ol, davay. Buyur. Ay Məhəbbət müəllim. Sağ ol. Ay Mətlə. Onu yox. Müəllim. Anne, Ay can. mən sənə 1000 dəfə demişəm ki, gələndə birinci mənim otağıma gir. Gördüm də nə demək. Evdə nə baş veribdirsə, hamısını sənə başa salın. Sonra da git kimlə görüşərsən görüşdə, mənim nəyimə lazım. Yaxşı, o qədər. Görməyənə sahne getmir. Ay, nənə, nə ehtiyac var idi ki? De görüm nə olubdu. Ay, nənə, Vəfa qoymadı ki, qismət öz bacısı uşağını kirvəli eləsin. Pay atam. Qismətin olsun, anası Zərnişan da buradaydı. Vəfanı ağ yuyub, qara sərdi. Laf yaxşı elədi. Ay, nənə, salafanı açılmamış sözlər Vəfaya dedim. Dan səs çıxdı, amma o boyda at oynadan Vəfadan səs çıxmadı. Qaynana olanda gərək elə qaynana olasan. Ay, nənə, sən git tez olandan söhbət elə. Ay, nənə, mən özümdə sənin yanında əhd eləyirəm ki, mən də qaynana olanda Zərnişan kimi qaynana olub ki, gəlinimin qabağında hürmətli olub. Hansar bir çayla konfet getir. Hansı var? Çayla konfet getir. Hansı var? Çayla konfet getir deyirəm.
Çok Abbas vardı bu ultra səssiz məni eşidirdi. Delfinlə danışırdı, məni eşidirdi. Kans var. Gətir, gəl. Konfet deyirsən? Hə, get, get. Hə, nədir bu? Sən icarə pulunu versən şeylərdə, get. Bu icarə pul dəndəsi, çox sağ ol, həmişə bu mənə köməkliyiz. Bu ay 200 verə biləcəm. Niyə? Xeyirdir mi? Yəni o olmadı da, bu ay olmadı axı. Hava Sağ yağışlı gətirərsən, canlar ikisini bir yerdə verərsən. Gələn aydan düz qoşarıq. Oldu. Bir də Talib mən oğluma sünnət toy edirəm. Nə varsan? Sünnət. Nətər sevindim, təbrik edirəm. Sağ olun. Kiçik toy heç böyük toyuna gələk. Kiçik toyuna gələnməyəcəm. Fikrət müəllimin tədbiri var. Orada mənim çıxışım var. O da eyni günə düşdüyünə görə məcburi Fikrət müəllim yanımda. Getməliyim, oldu da. Amma mən heç vaxtı günü təyin eləməmişəm axı hələ. Tələsim eləmə? Fikrət müəllim də günü təyin eləmişlər. Mən bilirəm ki, tərslikdən iki qızla bir günə salacağız. Oldu. Xansı var, yola sal. Xansı var, Abbas. Kimə deyirsən. Kuş oldu, yetdi. Mən prost istəyirdim ki, orada sünnət toyda mənim oğlumun kirvəsi sən olasan. Orada da qismətə aşıq verəsən də bacanağına. Məsələn, qismətə... Talih müəllim uşağın kirvəsi qismət yox. Yox, o belə olsa... Nətər? Qismət axıra kimi gətirirsən, məclisin ən şux yerində mən qeyd eləmək olar elə bir şey. Lan mən təşkili bir şapalaq da vurarsan. Qılar. Yox, Fikrət müəllimin tədbiri deməkdən... Fikrət müəllim kimdir? Uşağın kirvəsindən bunu götür. Bunu götür! Bu bey olar. Beynə də başdan ayağı məclisində, yəni kirva paydı. Şey deyəndə oldu. O şu kirviyə 200. Deyirəm, normal deyil adamım. Yox, belə gözləmirdim. Onda mən, yəni, sizlə tək alınmayacaqdım. Mən başqa bir kirvə də axtarım. İstəyirəmsə, onlar da olsun. Başa düşmədim. Elə bil ki, Talib mənim, var baş sponsor, var sponsor, var da təşkilatı dəstək. Siz təşkilatı dəstəksiniz. Mən uşağın əlinə tutar, hə? Mənim əlimlə tutar lazımdır. Mən bu da uşaq əlinə tutan vaxtım deyil. Nə pulum qaytar, xahiş edirəm. Nə pulum qaytar, yox. Hansı konfetdən olsun? Gel buraya. Şuraya. Ay Arzu, ver bax köynəyi mənə. Nə edirsən bunu? Qaynanam zərnişan gəlib. Nədir, mən qoymamışam ki, qismət sonanın uşaqlarının kirvəsi olsun, qan eləyir. Ver bunu mənə, aparım ona. Ay qız, mən bu koftanı tikirdim ki, bəstikla ilə aramızdayıb. Bununla hədiyyə eləyim, bəlkə münasibətlərimiz düzəlsin. Ay Arzu, siz onsuz da boşanmışsınız da. Bu kofta ilə heç də dəyişməyəcək. Ver bunu mənə, gedim qaynanamın köynəyini alım. Bilsən niyə çağırmışam? Eşitmişəm ki, vəkilliklə daha tutarmısan. İndi toy təşkilatçılığı ilə məşğulsan. Mən işdən iş tuturam da. Mən elə belə deyəm var ki, toyda dava zad düşmür. Orada vəkillik də edirəm. İsmail necə olmaz? Onda da görün bax, sünnət toy üçün nələr var səndə orada belə. Bir dənə dəlləklər var. Bax, həkim var dəllək, lazerlə. Sonra bu ləzgi dəlləklər var, qarğıyla. Sonra təzəbə üçün bir dənə yufqalar var. Qırmızı rəng. Razrez burada. Floş. Biri baxır da seçin. Biri var Britanisi, biri var belə istəyir. O kinoda o William Walsh qışqırır. Feridon. Kinoda qışqırmır Feridon. O yazıq elə belə qışqırmır ki. Niyə qışqırır? Onu sünnət edirlər də. O əlindəki qırmızı yufqanı görməmisən? Hə, görmüşəm. Həmin yufqat da. Onda biz toyun vaxtını dəqiqləşdirib, sənə xəbər eləyərik, gələrsən, düzəldər sonra. O qaşaların pulunu ver, mən çıxım dedim. Neçəyədir ki bu? 99 qəpik. Yaxşı. Ay bəslər, biz də gəlin olmuşuq. 14 kvadrat otaqda, 4 qayın, 6 baldız,
6 baldız. Üstə gəl o diyalog qaynana. Gəl indi buna döz. Bizim dilimiz olur. Lal idi qaz, biz deyə bilərdik ərə ki, hardan gəlirsən? Çayniki vurardı, təpəmə qarpız kimi partlayar. Onların qabağına söz demək olar. İndikilər muşqurmamış alçı durur. İndiki gəlinlər elə bilginən ki, belə bəy balasıdırlar. İndiki gəlinlər elə bil ki, belə heç gəlin deyirlər. Baş, bəlkə bunlar bizim kimi uşaq əskisi yuyublar, uşaq bəliyiblər. Bəlkə mənim kimi gedib o soyuqda, qışda sitil deyə, çayda paltar yuyub, paltar suya çəkiblər. Bəlkə gedib meşədə odun qırıb, şəlliyib kürəyinə gətirib, ocaq qalayıb, yemək pişiriblər. Bəlkə meşədə canavar səni yeyərdi. Bəlkə az bunlara nə var ki, bunlar elə maşının o sıralı maşın deyirəm, qunofkasını bassınlar, oradan da çaynikin qunofkasını bassınlar, buradan da qavyan maşını qunofkasını bassınlar. Axşamda yorulurlar. Axşam da ərləri evə gələndə deyir, ay kürəyim çatladı, ay belim çatladı. Hadi bu kişi köpüğünü neynəsin? Dərdi kimə söyləsin. Özdə 2 dənə uşaq doğurlar, deyirlər fisyo bəsdir. Bəs mənim kimi 6 qarın doğursa. 6 qarından danışmayırsan, 12 qarından danış. 12 uşağı ki doğub, arvad dəstə ilə bax belə sırıya düzmədi. Qasınsın. İş yerim yaxında 2 dəqiqədə bir çağırırsan. Nə var, nə? Sonra xan necəsiniz? Sağ olun, siz necəsiniz? Yaxşı Sağ ol, salamat. Eşdirəm. Mama oğlum. Nə? Qaqa, mən bu uşağa sünnət edirəm. Allah başından edin. Çocuğun böyük soyunu görək. Sağ ol. İstəyirik ona bir kirvə tapaq. Sonra ilə oturduk fikirləşdik ki, kim ola bilər? Ağırda qərara gəlir ki, bir dənə hörmətli oğlan varsa, o da bizim məhəbbətdir. Əvənətər olmalıdır. Sizin başqa variantınız var? Yoxdur. Məhəbbət. Hət dedinsə ona görə də... Malı sonra alaram. Bəlkə toyda verəsən? Ala 1000 manat, məhəbbət əmisindən, məhəbbət kirvəsindən uşağa bir dənə şirnirik. Sağ ol. Evet, tamam. Sən apar. Mən, Abba, mənim də uşağım olasıdır inşallah. Mən də ona sünnət verəcəm. Elə mən də fikirləşirəm ki, bəlkə elə mən də səni uşağın kirvəzi təyinirim. Elə bir əvəz olsun da. Əvəz. Yox, sən belə də sən axtar elə. Bəlkə baxmadan mən səndən elə də yaxın qohum deyiləm. Bəlkə yaxın qohum tapır o kirvə olsun. Ən hörmətli adamlardan biri sənsən, ona görə də elə səni tez təyin edəcəm. Həmən aldın kirvə sən uşaqlar. Nə olar? Tam mənəmsə, mənə bir kirvə kimi şirinlik verməliyəm, ya yox? Neyini sən, şirinlik. Buyur. Çox sağ ol. Abba. Qarışıqsan da bu nədir? 200 manat nədir verirsən mənə? Hacı. Mən sən uşağına 1000 manat verdim, şirinlik. 200 manat nədir verirsən mənə? Ay qamam oğlu. Sən bir kirvə kimi sənin imkanın 1000 manata çatır, 1000 manat versən. Mənim də imkanım 200'ə çatır, 200 manat verər. Sən pula görə məni kirvə seçirsən, qaqa. Ay mama oğlu. Ay dünyamına bax, ha. Məhəbbətin gününə bax, ha. Məhəbbət 1000 manat, ala bilsən nə var? Ala 200 manatı, məhəbbət ətqaz erir kirvəlikdən. Lazım deyil, mənim 1000 manatımı qaytar. Belə oldu? Elə oldu. Yaxşı, nə olar? Ay dünyamına bax, ha. İnteres bir dünyadır ya, başqa bir dünyadır. Ev yox. Elə yaxşı ki, mən səni kirvə seçirəm. Qaytar mən 1000 manatımı. Adamı hörmətdən sana. Sana baş, üzr istəyirəm. Mən hər yerdə qışqıran oğlan deyiləm, amma məni vadar eləyir. Ver. Ver. Davay, şeylə, nəsə yeyirsən. Bir dəqiqə dayanə kişi. Mən sənə 1000 manat verdim, sən niyə mənə 1000 dollar qaytarırsan? 1000 verimsən, 1000 də qaytardım da, qaqa, nə istəsən? Sötü ki, buradan bura mənə 220 manat attın, ha. Abi, qahbi yox, xeyir işdə ziyan eləməlisən, nə qaqa? Nə olar, indi mən bilirəm, ha? Bir dənə bunu yiyip. Güzel.
balam. Zərnişan xala. Ana, onun adı Orduxan deyil, biz onun adını Mayıl qoymuşuq. Nə? Bu uşağın adını siz məndən xəbərsiz Mayıl qoymusunuz. Yox, hamımız Mayıl deyirdik, öyrəşdik də o adı. Çox nahaq yerə, eyb yox, yox. Narahat olma. Pasport alanda mən sözümü deyəcəm. Zərnişan xala, sizə görün nə qəşəng kofta tikmişəm. Buyurun, baxın, istəsəz əlinizə geyinə də bilərsiniz. Bu nə dərs? Az kəfən oxşur ki, az baxar anan geysin, Ceyran. Az görmürsən mən nələr geyinirəm, az utanmırsan. Hamına bax, sirnə sifətinə bax, mənə kofta tikir. Az mən brend geyinirəm, sən görmürsən. Az mən sən koftana möhtacım. Sana kim icazə vermə, mənim itin qulağımı kəsəsən, hə? Qardaşım, üzr istəyirəm. Bax, sən Nə üzr istəyirsən, artıq olan olub keçən keçir. Yox, sən də müəllimsən, mən də müəlliməm, sənin də qarışıqın var. Mənim də. Mən sən billərdən tuturam, amma səpəm qarışıqımdan deyəsən görürsün. Mən o itə 3000 pul vermişəm. Mənim həyətimi qoruyurdu. Bundan sonra kim qoruyacaq mənim həyətimi? Qardaşım, bir dəqiqə üzr istəyirəm. Bütün şəxsiyyətim əldən getdi, xans var. Səni görə şəxsiyyətim əldən getdi. Hə, qardaş? Başa düşmədin, mənim itim, həyətimi indi kim qoruyacaq? Hə, qardaş, sənin itin qulağını kəsməmişik. Sən də mənim qarışıqımı kəsdik. Olduq Raşot da. İtin. Xansı var. Xansı var apararsan, özün bilir nəzarətçi ol oğlandı. Gedərsin həyatınıza nəzarət eləyər. Gecələr sənin yanında işlər, gündüzlər də mənim yanımda. Bitər yola verərik. Mən heç bir şey maraqlı deyil, düş qabağıma. Hansı var? Get, arada buna qalmağa yer ver, arada yeməyə bir şey ver, qulaq işləmdir, mədəsində siqnalitivdir. Verirsən, qardaş? Get, qardaşın yanında sən başa salayaq. 2 dənə udar qoyaq, başa düşəyək. Get, get. Hara gedin? Get, İsmət, niyə bacın uşağına kirivə olmaq istəmirsən? Hə? Verirsən onu yad qızın ayağına, hele bacını toyunda ayaqyalın o qədər oynadı ki, axırda balamın ayaqları şişmişdi. Hele bacını əynin şalvarı yox idi, görüşə getməyə nişanlı vaxtı. Ölsün şalvarın balam, muncuqların söktü, anan ölsün. Verdi sənə ki, əynində şalvarın olsun. Hə? Hele bacını, kostyum da yox idi, bəy kostyumu geyəsən əynində. Getdi dükandan bir oğuz götürdü, gətirdi, geyindirdi sənə. Səhərsi də dava dalaşla kostyumu qaytardıq ki, əynivə olmadı. Hele bacını. Ama elə danışsan, mən neyim, indi boşuyum onu, boşuyum. Səndə o hünər yoxdur boşayasan. Tutaq ki, boşadın, ikinci dəlini aldın. Hə? Gün onun sözüyle oturup duracaqsan, gözün qalacaq ağzında. Gir. Səni məndən olub mən oxşamayam. Məndən olub mən oxşamayam. Sən belə elə. Uşağa, bacın uşağına kirvəli eləyirsən. Arvadın danışsa deyinsə, mənə deyərsən. Oldu? Oldu anne. Narahat olma, həll edeceğiz. Ama ana, qardaşlarımıza, mən zəng eləyən ama telefonu götür. Benim telefonum 24 saat açıq olur. Bəhanə eləmə. Ya. Sən gələ. Abbas, mamam pulu gönderdi. Pulu? Ha. Gəl. Qismət də razı oldu kirvə olmağa. Mən atayım, sən şey demə. Su da. İndi toya vaxta salaq, Abbas. Səndən mi? Toya vaxta salaq. Sən aydın bir sual verirəm. Biz toy nəyə görə eləyirik? Mən pulu sonra sayaram. Ama kimi biz də pul yığmaq istəyirdik. Ay sağ ol. Ne vur kalkulatora? Vurum da, neyi vurum? Biz sünnət toyunu eləmək üçün restoranı bəzətdirməliyik.
Ay, sol. Tamada gətirməliyik. Müğənni gətirməliyik. Klon Ya gətirməliyik. da yavaş-yavaş çatdıra bilmirəm. Mən çatdıra bilirəm bəs. Mən belə getməyəm mən toya. Adım var, sanım var, bir dənə təzə sportivlə almalıyam. Uşaq elə gedək toya, bir dənə onu da sportivlə almalıyam. Hansı birine çatdım? 1000 mat ziyan diye bu. Ziyandır. Ne yaptığımızda var da 6000 diyetim saya da bilmedim. Var da xeyrimcə ziyan eləyək. Bəs neyini? İşte toya etməyəm. Gedirsən, uşağı götürürsən, qardaşınla qismətdən gedirsən, qəşən onu kəstirirsən. Oradan da gəlirsən, 4 dənə qırılallıq, evdə bir dənə yüngül var, yığıncaq, ondan sonra dağılışırıq. Davay, sən get ki, uşağı apar. Evdə ki, onu 50 mat ver də mənə də. Ha, pul var. Pula, pul. Da qardaşınla gedəsən də, qardaşın yanına sən 50 pul atasan. İstiyor da, deyirsən, kəstirirsən, oradan gəlirsən. Elə eləmə, mən çıxım gedim Ursətə. Yaxşı da, istəmirəm. Mən getdim. Davay, sən dağıl, də get. İşıqlar söndürür. Hadi söndürəyiz. Az indiki gəlinlər altı yox vedirə. Su tökürsən dolmur. O müşkürməmiş arçı durur, bir söz nədir? Aşıq oyununda çay balalarım az qaldı. Atmamış aşıq diş durur. Sənin yuxuma haram qatacaq. Koymuram yemeği. Arzu, ay baktım ola. Neyse. Sağ ol Sandra bacı, necəsin? Tanrıyız. Ay sonra, sonra. Sen nasıl yiyirsən yoksa şeydirsən, gedirsən? Ay ne oldu? Elə oldu. Ay yaxşı ola. Elə yaxşı elədim mən sən Ay dünya. Buna bak ha. Dünya başka cürdü ya, başka cürdü. Qaytar mən. Ne olar indi mən bilirəm harda nə ziyan edir. Görərik. Görərik. Sən yaxşı tanıyırım. Mən də sən yaxşı tanıyırım. Gir YouTube'a bak. İndi uşağın toyunu hazır etsən deliyirik. Tarmat öldürürüm seni. Bakıyorum ha. Kalçıkıma lan kalçıkıma. Oyna da yaxşı yaraşır ya buna bak. Öldürmürəm, eləmirəm, ayım söz deyiləm. Söz deyiləm. Ayım parmak kırıldı. Hansı var? Çayla konfet getir deyirəm. Çayla konfet getir deyirəm. Çayla konfet getir deyirəm. Ultra səsləri işlən adam, indi adam səsi. Delfinlə. Delfinlə danışır deyə baxlar. Hansı var? Deyirəm. Konfet deyirsən? Hansı var? Hansı var? Yola sat kimə deyirsən, kimə deyirsən. Oğul, şabaş.